Başladı. Tamam. Hə, yaxşı uşaqlar. Davam. İndi biz nəyi axtarıq? Ulduz 9-a keçdik. Ulduz 9. Deyirik ki, fx bərabər olsun x üstü n-ə. Biz bunun törəməsini axtarıq. Natural ellər üçün də yavaş vaxtında toparıq. Bunun törəməsini axtarıq. Ki, f törəmə x, f törəmə x nəyə bərabər? Yaxşı. Deməli, uşaq onda olacaqdır. Limit delta x yaxınlaşır sıfıra. F x plus delta x çıxılsın fx bölünsün nə? Delta x. Bunda olacaqdır limit delta x yaxınlaşır sıfıra. Nə olur uşaqlar f x plus delta x? Olur x plus delta x üstü n çıx x üstü n bölünsün delta x. Düzdür? Bu da bərabərdir limit delta x yaxınlaşır sıfıra. Açaq bunu. Bunu açanda nə olacaqdır? Kombinasyon n elementdən 0, x üstü n, delta x üstündə 0. Üstə gəl, kombinasyon n elementdən 1, x üstü n çıx 1 vur, delta x üstü 1, yəni delta x. Sonra, üstə gəlinsin, sonra nə olur? Kombinasyon n elementdən 2, x üstü n çıx 2, delta x üstü 2. Və nəhayət axırıncı n elementdən n, delta x üstündə n çıxılsın bir dənə. X üstü n bölünsün delta x. Hədə axırıncı da bu. X üstü n-lər bir-birini götürərmi? Bu n şeydə n elementdən 0 nə deməkdir? 1 deməkdir. X üstü n, o bir də zaten 0 bir-birini götürdü. Geriyə qalan ifadəyə baxır uşaqlar. Limit delta x yaxınlaşır 0-a. İndi buna diqqət edin. Buradan n elementdən 1. Nə demək ki n elementdən 1? Uğurlar az. N elementdən 1. Telefonla oynuyorsan neydi? Ha. Yaxşı. Bəli, n elementdən 1 nəyə bərabərdir? N-ə bərabər. Burada olacaq n vurulsun, x üstü n çıx 1 vur delta x. Düzdürmü? O delta x'i çıxardırıq mötərizə xaricinə. Burada artıq delta x yoxdur. Üstə gəl. Bundan sonra nə olacaq uşaqlar? Kombinasyon n elementdən 2, bundan sonraki qrupda hə? X üstü n çıx 2 vurulsun bir dənə qalacaq da delta x. Axırıncıda da uşaqlar, zaten bundan əvvəlki həddə nə var idi? Bundan əvvəlki hədd, kombinasyon n elementdən n çıx 1, x vur, delta x var idi. Yox, başqa. Delta x üstü n çıx 1 var idi. İndi olacaqdı nə? N çıx 2. Birinci xatı mötərizə xaricinə. Bölünsün delta x. Delta x'lər bir-birini götürdü. Yerdə qalan ifadədə delta x'lərə 0 versən. Bax, bundan sonraki bütün qruplarda delta x var. Bütün toplananlarda delta x. Necə? O delta x üstü n. Kombinasyon n elementdən. Yox. Axırıncıdan bir əvvəlki. Yox, düz deyil. Bu mən fikrim qarışdı. Düzdür. Bu x üstü n çıx 1 olacaq. Delta x üstü n çıx 1. Doğrudur. Hə. Yaxşı, hamısında delta x qrupu var da. Hamısı gedəcəkdir 0-a. Nə qalacaq onda buradan? Limit delta x yaxınlaşır 0-a. Nə oldu uşaqlar? N vurulsun x üstü n çıx 1. Qalan hamısı nə etdi? 0-a getdi. Plus 0, plus 0, 0. Cavab nədir uşaqlar? N vurulsun x üstü n çıx 1. Qısası, deməli biz nə öyrəndik uşaqlar? Öyrəndik ki, x üstü n-in törəməsi nəyə bərabərdir? N vurulsun x üstü n çıxılsın 1. Aydındır. N vur, x üstü n çıx 1. Arif, sənin o dostluğu adı nədir? Cavi. Hə. Yaxşı. N vurulsun, x üstü nə olur n çıx 1. İndi uşaqlar bunu ümumiləşdirsək, yəni x üstü 10-un törəməsi nə olacaq uşaqlar? Başdan. X üstü yox. X üstü yox. Nəyə işləyir uşaqlar? U üstü. U üstü n-in törəməsi nə olacaq? N vurulsun. U üstü n çıx 1. Vur bir də nə uşaqlar? 10-un törəməsi. Ulduz neçədə uşaqlar? 9, ulduz 10. Gəlin ulduz 10-da bir toparlayaq. Nələr öyrənmişik bir baxaq. Birincisi, S-nin törəməsi, sabitin törəməsi nə idi? 0, bunu öyrəndik. X-in törəməsi nə idi? 1, bunu öyrəndik. Sonra x kvadratın törəməsi nə oldu uşaqlar? 2x.
X kubun törəməsi nə oldu? 3x kvadrat. Ümumiyyətlə x üstü n'in törəməsi nə oldu? N vurulsun x üstü n çıx 1. Və ondan sonra S vurulsun onun törəməsi. Nəyə bərabər edir? S vurulsun törəməsi. U plus V'nin törəməsi. Nə olur uşaqlar? Onun törəməsi plus V'nin törəməsi. Və ən axırıncı dedik ki, U üstü n'in törəməsi nə olacaq uşaqlar? N vurulsun U üstü n çıx 1. Vur bir dənə onun törəməsi. U burada nədir uşaqlar? Hər hansı bir funksiya. İndi buradan geri gedək və suallara baxaq. Tamam, yavaş-yavaş başladıq. Bundan sonra rahat gedək uşaqlar. Deməli, 2020 yay. Deyir ki, fx bərabərdir bu ifadəyə. F törəmə mənfi 1 tapın. Yəni, funksiyanın törəməsini tapacağıq. X'in yerinə nə qoyacağıq? Mənfi 1. İndi başlayaq. Deməli, burada onu kim təmsil edir uşaqlar? Bu. Yəni, x kvadratı plus 2x'in kubu bir növ udur. Bunda nə olacaqdır? X kvadrat plus 2x'in kubu üstü 5. Bunun törəməsi nə olacaq? 5 gələcək qabağa, bir vahid azalacaq. Aha, amma bitmədi də vurulsun bir də bunun törəməsi olmalıdır. Vurulsun bir də x kvadrat plus 2x kubunun törəməsi. O da nə olacaq uşaqlar? Bir də yazılır. 5 vurulsun x kvadratı üstə gəlinsin 2x'in kubu üstü 4 vur. Bunun törəməsi nə edəcək uşaqlar? X kvadratın törəməsi 2x üstə gəl 6x'in kvadratı. Gətirim uşaqlar bu ifadədə x'in yerinə nə qoyacaq? Mənfi 1. Nə olacaq uşaqlar burada x'in yerinə mənfi 1 qoyanda? F mənfi 1. F mənfi 1 nəyə bərabərdir? F törəmə mənfi 1. X'in yerinə mənfi 1 qoyanda 5 vurulsun, 1 vurulsun 4. Bəli, cavab nə olur uşaqlar? 20. Sonra ikinci sual 2023 sualı. Belə buna oxşar bir sual gəlib demək ki. Nə deyir gənclər? Fx'i verib. Gəlin əvvəlcə fx'i biraz sadələşdirək. Bunu belə yaza bilərəm. X bölünsün. Mətin, o arkadaş kimdir? Neysə, nə orada? Yaxşı. X bölünsün nə uşaqlar? X üstü 4. Üstə gəlinsin. X'in kubu bölünsün nə? X üstü 4. Doğru mu? Hə. Nə olacaq onda x bölü x üstü 4 uşaqlar? 1 bölünsün x'in kubu plus 1 bölünsün x. 1 bölü x kubunu necə yazaq? X üstü mənfi 3'ün törəməsi plus x üstü mənfi 1'in törəməsi. Bəs nə eləyəcək x üstü mənfi 3'ün törəməsi? Mənfi 3 x üstü mənfi 4. Mənfi 3 gələcək qabağa, bir vaxtda nə eləyəcək? Azalacaq. Üstə gəlinsin, x üstü mənfi 1'in törəməsi nədir? Mənfi 1, x üstü mənfi 2. Doğrudur, bu qədər bəsit. Sonra gətirib burada yerinə nə qoyacaq? 1. Nə olacaq onda uşaqlar? Mənfi 3 çıxılsın, mənfi 1. O da nə eləyəcəkdir? Mənfi 2 mi? Gəl baxın görən səhv eləmədik. Deyəsən düz. Keçdik sıradakına. Yenə uşaqlar, fx'i biraz sadələşdirək. Alacaq ki, x kvadrat bölünsün, x üstü 0.5. Düzdür mü? Üstə gəlinsin, x bölünsün, x üstü 0.5. Bu da nə olacaq? X üstü 1.5, üstə gəlinsin, x üstü 0.5. Bunun törəməsini alırıq indi. F törəmə x. Nə olacaqdır? 1.5 gələcək qabağa və 1 vahid azalacaq. Olacaqdır 1.5 vurulsun, x üstü 0.5. Üstə gəl, 0.5 gələcək qabağa və 1 vahid azalacaq. X üstü mənfi 0.5. Gətirib uşaqlar burada x-in yerinə nə qoyacaq? 16. 16 üstü 0.5 nə deməkdir? 4. Onda nə olacaq uşaqlar? 2 vur 4, üstə gəlinsin, 2'də 1 vurulsun, 4'də 1. Bu da nə eləyəcəkdir? Mənim 1.5. Hə, 2 yox, 1.5. Bunu mən çox çirkin yazmışam, səhv gördüm. Hə, 1.5 vur 4, üstə gəlinsin, 2 vur 4'də 1. Bu da nə elədi uşaqlar? 6 tam 8'də 1. Aydın oldu. Məncə çətin deyil. Alınar. Çətin deyil. Pulava deyil, çətin deyil. Yox, indi uşaqlar, sizdən mən bunları tələb eləmirəm ki, aydındır, biz bunları indi nə edirik? Danışırıq. İndi hər kəs bunun hamısını götürə bilərmi? Xeyr. Aydındır. Siz burada əsas məsələləri onsuz da 20 dəfə yazdırıb öyrədəcəm. Amma heç olmasa bir dəfə çıxarışı görün də, bircə dəfə görün. Sadəcə nə edəndə? İlk dəfə keçəndə. Bundan sonra görməyəcək də. Amma yenə də bilin də. Yaxşı. İndi keçək uşaqlar sıradakına. Müəllim, törəmə neçədən düşür? Bir dənə. Yaxşı. Amma həmişə bir dənə var.
Yəni bu gün 3 saat burada qəşəng konsentrə olmaqla həm o bir sualı qarantiləmək olar, həm də uşaqlar burada bir sadəcə törəmə keçmək axı. Yəni sən görə nə qədər funksiyadan kəşf edir? Nəyi tənliyik? Toxumanın tənliyik. Elə bir şeylər olduğuna görə vəziyyət pisdir ha. Düşər deyəndə o düşür də, məni kötək. Aha. Yaxşı, davam eləyək. Deməli, indi baxaq uşaqlar, sinus x və aşağı gedək, aşağıda baxaq. Burada bir dənə də səhifə ekləyək. Sinus x və kosinus x-in törəməsinə baxaq. Deməli, ulduz 11 olurdu deyəsən. Ulduz 11. Yeni bir funksiya uşaqlar, fx bərabərdir sinus x funksiyası. Bizdən nə soruşur? F törəmə x-i soruşur. Əvvəlcə bir motivasiya quraq. F0 nəyə bərabərdir uşaqlar? F0 sinus 0. Sinus 0 0. F pi bölü 2 nəyə bərabərdir? Sinus pi bölü 2. O da nə eləyir? 1. Sonra fx nəyə bərabərdir? Sinus x-ə. Ft nəyə bərabərdir? Sinus t'yə. Fx plus delta x nəyə bərabərdir? Sinus x plus nəyə? Delta x-ə. Və indi burada bizə ehtiyac olacaq uşaqlar. Dünən də, keçən dərsdə də sizə 20 dəfə yazdırmışdım. Sinus alfa çıxılsın, sinus beta. Bir əl qaldırın görün, bu kim bunu bilir? Sinus alfa çıxılsın, sinus beta. Bunu 20 dəfə yazmışdıq. Yaxşı, sakit ol, sadəcə əl qaldır. Sakit. Bəli, axtarırsınız. Uğur bəy, niyə bilmirsən? Safiyə bax, niyə yoxdur? Görün dostum. Adı deyil. Adı deyil. Adı deyil. İşturu niyə bilmirsən? De də. Səhv deyirsən, qardaş, adı deyilən şikayət edəcəm sən. De adı. Buyur. Səhv deyil. Bəli. Həmzəli, buyur. Ki vurulsun kosinus alfası gələk beta bölünsün 2, vurulsun sinus alfa çıxılsın beta bölünsün. Görürsünüz, Həmzəli deyil, siz deyəmirsiniz. O da bir şey. Ölçüye var, niye bilirsən üstürü? De. Tamam, davam uşaqlar. Deməli, nə edir uşaqlar? Sinus alfa çıxılsın, sinus beta. Eləyir 2 vurulsun. Bəli. Kosinus alfa çıxılsın beta bölünsün 2, vurulsun. Bəli, alfa plus beta bölünsün 2, vurulsun. Sinus alfa minus beta bölünsün 2. Sen kosinus alfa minus beta dedin. Hadi yaxşı, baxaq. Yaxşı. İndi bundan istifadə edəcəyik uşaqlar burada. Gəlin görək, nə axtarıq biz? Axtarıq sinus x-in törəməsini. Yəni f törəmə x. Nəyə bərabərdir uşaqlar? Limit delta x yaxınlaşır sıfıra. F x plus delta x çıxılsın. F x salam əleykum bölünsün delta x. Bu da olacaq limit delta x yaxınlaşır sıfıra. Nə edir uşaqlar? F x plus delta x. Sinus x plus delta x. Çıxılsın. Sinus x bölünsün delta x. Yaxşı, bu da bərabərdir. Limit delta x yaxınlaşır sıfıra. İndi bundan istifadə edəcəyik də uşaqlar. Bura elə bil ki, bizə bu nədir? Bu nəyi verir? Bir növ alfa, bu nədir? Beta. Yuxarıdakı üstüdən istifadə edəcək olacaq 2 vurulsun. Kosinus. Bunların cəminin yarısı
x plus delta x plus x bölü 2. O da neye gelecekti? X plus delta x bölü 2 vurulsun. Bunların fərqinin yarısı. Fərqində x'lər bir-birini apara. Geriyə nə qalar? Sinus delta x bölünsün 2, bölünsün bir dənə delta x. İndi diqqət eləyin. Şərt nədir? Delta x yaxınlaşır sıfıra. Bu limit tanışdır. Nədir ki bu? Birinci görkəmli limit. Birinci görkəmli limitə görə bunun davamı nədir onda? 2'də 1. Delta x'in əmsalı surətdə nədir? 2'də 1. Mətrəsdə 1'dir, əmsallar nisbəti idi burada. 2'də 1. O 2'də 1. Bunun nəticəsi 2'də 1. O 2'də 1 qabaqdakı 2'ni götürərmi? Götürər. Geriyə qaldı ki limit delta x yaxınlaşır sıfıra. Kosinus x plus delta x bölünsün 2. Gətirib delta x'in yerine nə qoyacaq uşaqlar? 0 qoyacaq. Nəticə nə olacaq uşaqlar? Kosinus x. Nə öyrəndik? Bu qədər danışdıq. Nə öyrəndik? Öyrəndik ki sinus x'in törəməsi nəyə bərabər imiş? Kosinus x-ə. Alfabet əsasında. Necə? Elə ki bura alfadır, bura betadır. Bu düstura göre bu olacaqdır kosinus onların cəminin yarısı. Öyləcə x plus delta x bölü 2, sinus fərqinin yarısı delta x bölü 2. İndi gözəl insanlar, mən bu qədər danışmaq yerinə bunu belə deyə bilməzdim. Sinus x-in törəməsi kosinus x-dir. Olan olmaz. Mənim üçün daha rahatdır. Bəlkə də sizin bəziləriniz üçün daha rahatdır. Geri zəkalıdır. Ona maraqlı deyil bu hardan çıxır. Ola bilər. Amma bizim dərsimizin də bir kalitesi var da. Biz onu elə eləməliyik. Aydındır. Biz onu nə vaxt elə eləmişik ki, bu gün də elə eləyik. Düz deyil. Ona görə də belə mızmızdanmayın da. Bu riyaziyyatdır. Bu ciddi bir elm. Bu belədir. Həmişə biz nə deyəcəyik? Sorğulayacaq. Niyə? Mən sizə demirəm bunu öyrənin. Mən sizə gözləyirəm. Mən buradan ayağımdan gözləyirəm bunu bilsin. Mələkdən gözləyirəm, böyük Kiyevadan gözləyirəm. Nə bilim 3-4 nəfər. Düzdürmü? 10 nəfər. Yoxsa əlbəttə ki, cəhənnəm üçün nə fərqi var? Səncə dəyişər? Nəyini bilmirsən qardaşım, qrupların yerindədir, nasıl idəydir, niyə dəyişir? Hə, aydın oldu və uşaqlar bunu bir dəfə eləyirik, bir dəfə. Bir dəfə bunun çıxarışını görün, ondan sonra zaten nə eləyəcəyik? Praktikasını eləyəcəyik. İndi, bundan daha vacib olan nə olacaq onda sizcə? Sinus 10'un törəməsi. Nə olacaq sinus 10'un törəməsi? Kosinus u vurulsun bir də 10'un törəməsi. Bax bu, kosinus u vurulsun bir də 10'un törəməsi. İndi bir neçəsindən baxaq uşaqlar. Məsələn, sinus x kvadratın törəməsi. Nə olacaqdır? Kosinus x kvadratı vurulsun bir də x kvadratın törəməsi. O da olacaq uşaqlar kosinus x kvadrat vurulsun 2x. Ya da məsələn uşaqlar sinus 1 bölü x'in törəməsi. Nə olacaqdır? Kosinus 1 bölü x vurulsun bir də 1 bölü x'in törəməsi. 1 bölü x'in də törəməsi nə olacaqdır? Mənfi 1 bölü x kvadrat. Nə olacaq? Mənfi 1 bölü x kvadrat vurulsun kosinus 1 bölünsün x və s. Bax belə. Bir də asanı da yazaq. Sinus 6x'in törəməsi. Nə olacaqdır? Kosinus 6x vurulsun bir də 6x'in törəməsi. 6x'in törəməsi nədir? 6. Onda nə olacaqdır? 6 kosinus 6x. Tamam mı? Yaxşı. Geriyə qalacaq ulduz 12. Sizdə nə eləyəcəyik? Kosinus x'in törəməsi tapılacaq. Deməli, fx bərabərdir uşaqlar kosinus x-ə. Nəyi axtarır? F törəmə x-i axtarır. İndi f0 nə olacaq uşaqlar? Kosinus 0 nə eləyəcək? 1. F pi bölü 2 nə olacaqdır? Kosinus pi bölü 2 o da nə eləyəcəkdir? 0. Ft nəyə bərabər olacaqdır? Kosinus p-yə. Fx nəyə bərabər olacaqdır? Kosinus x-ə. Fx plus delta x nəyə bərabər olacaqdır? Kosinus x plus nəyə? Delta x-ə. Tamam. Onda gənclər, gəlin başlayaq. Onda f törəmə x-i gəlin axtaraq. Bundan əvvəl bir şey də bilmək lazımdır. Bəli. Nəyi? Kosinus alfa çıxılsın kosinus beta nəyə bərabərdir? Kimlər bilir? Buyur. Elə səhv başladın. Buyur. Sən də səhv başladın. Buyur. Sən də səhv başladın.
Buyurun. Sen necə başladın? 2 sinus alfa üstə gəlir 1 Aha. Bəli. 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 Mənfi 2 sinus alfa plus beta bölü 2 vurulsun sinus alfa minus beta bölünsün 2. Görsən bu belə adamlar adamı hörmətdən sonra nə yazmışlar dəftərdə? Burada kosinus alfa plus kosinus. O en kolay olduğuna göre onun o plusudur. Burada ne var? Minus var. Bəli. Yaxşı. Bak, indi sual. Bak, görürsən, bunu zaten ilerleyə bilmərsən ki. Bak, sen ilerlemeye çalışanda pürüzlər ortaya çıxır. Bunu göstərir ki, sənin gerində nə var? Sıxıntılar var. Biz nə edirik? Bir tərəfdən ileri gedəndə, bir tərəfdən də aşağını təmir edirik. İndi burada törəmə öyrəndirik. İndi birazdan qaydacaq, bu düsturu 40 dəfə yazacaq. Yaxşı, 30 dəfə. 20 ilə başım var. 5 dəfə yazacaq bu gündə sən, 5 dəfə bilmirsən. Nə yazır uşaqlar? 20 dəfə yazıb bunu öyrənəcək. Nəysə, hələ gəlin ispat ediyə, sonra yazmaq işinə başlayaq. Yaman əhləsən, yazırsan. Aferin sən. Deməli, limit uşaqlar delta x yaxınlaşır 0-a. Nə olacaqdır? F x üstə gəl delta x sırf f x bölünsün delta x. Bu da bərabərdir. Limit delta x yaxınlaşır 0-a. Nə edir uşaqlar f x plus delta x? Bəli, kosinus x plus delta x çıxılsın kosinus x bölünsün delta x. Uşaqlar sonra limit delta x yaxınlaşır 0-a. Nə olacaqdır bu? Mənfi 2 vurulsun. Sinus bunları toplayıp bölür 2'ye. Ne anladınız? X plus delta x bölü 2 vurulsun bir de çıkıp bölür 2'ye. Yine sinus delta x bölü 2 bölünsün bir de ne? Delta x. Allah'ın işine bak. Bu ise tanıştı. Sinus delta x bölü x bölü. Birinci görkəm limit. Nerede bunun nəticəsi uşaqlar? 2'də. Gətirib yerine kadar 2'ler getdi mi? Getdi. Qaldı limit delta x yaxınlaşır 0'a. Mənfi 2 sinus x plus delta x bölünsün 2. Gətirib delta x-də yenə nə qoyacaq? 0. Nə aldıq uşaqlar? Mənfi sinus. Demək ki, kosinus x-in törəməsi nəyə bərabər imiş? Mənfi sinus x-ə. Və bundan daha şiddətli, daha yaxşı qayda nə olacaqdır? Kosinus 10'un törəməsi. Nəyə bərabər olacaqdır? Mənfi sinus u vur bir dənə. Artıq söhbət tutursunuz da yavaş-yavaş. Mənfi sinus u vur bir də 10'un törəməsi. İndi bir neçə nümunə eləyək. Məsələn, kosinus 3x'in törəməsi. Nə olacaq? Mənfi sinus 3x vur bir də 3x'in törəməsi. O da nə eləyəcəkdir? Mənfi 3 sinus 3x. Ya da uşaqlar məsələn, kosinus 1 bölünsün x'in törəməsi. Nə olacaq? Mənfi sinus 1 bölü x vur bir də 1 bölü x'in törəməsi. 1 bölü x'in törəməsi nə idi? Yani onda olacaq mənfi 1 bölü x kvadrat. O mənfi də bu mənfini götürər. Olacaq 1 bölü x kvadrat vurulsun sinus 1 bölü x. Aydındır. Ya da məsələn uşaqlar kosinus 6x plus 7'nin törəməsi. Nə olacaqdır? Mənfi sinus 6x plus 7 vurulsun bir də 6x plus 7'nin törəməsi. Olacaq mənfi 6 sinus 6x plus 7. Aydındır. Yaxşı. Deməli uşaqlar ulduz neçə olsun bu? Ulduz 13. Ulduz 13'də son öyrəndiklərimizi bir toparlayaq. Nələr öyrəndik? Bir, öyrəndik ki sinus x'in törəməsi nəyə bərabərdir? Kosinus x-ə. Bir də öyrəndik ki sinus 10'un törəməsi nəyə bərabərdir uşaqlar? Kosinus u vur 10'un törəməsi. Sonra öyrəndik ki kosinus x-in törəməsi bərabərdir mənfi sinus x-ə. Dolayısıyla kosinus 10'un törəməsi bərabərdir mənfi sinus u vurulsun bir də 10'un törəməsi. Sonra öyrəndik ki kök x'in törəməsi bərabərdir 1 bölünsün 2 kök altda x'ə. Bildinizdə bayaqki örnəklərin birində var idi. X üstü 2'də 1 kimi yazsa uşaqlar nə olar? Yazır. Bəli, olur uşaqlar indi kök altda 10'un törəməsi nəyə bərabər olur? 1 bölünsün 2 kök u vurulsun bir də 10'un törəməsi. Sonra 1 bölü x'in törəməsi nəyə bərabərdir? Mənfi 1 bölü x kvadratına. Onda uşaqlar 1 bölü 10'un törəməsi nəyə bərabərdir? Mənfi 1 bölü 10'un kvadratı vurulsun bir də 10'un törəməsi. İndi gəlin baxaq görək uşaqlar buna. Gəlin baxaq görək.
Deyəsən bəziləriniz bilmədi hesabdan yəni. Bax göstərin. Kök x-in törəməsi bərabərdir x üstü 2-də 1-in törəməsi, o da bərabərdir. 2-də 1 gəlir qabağa, 2-də 1 vur x üstü, 2-də 1-dən çıxıran 1-in, o da 2-də 1 vur x üstü, mənfi 2-də 1, bu da 2-də 1 vur 1 bölünsün x üstü 2-də 1, o da neydi uşaqlar? 1 bölünsün 2 kök altında x. Aydındır, o biri də bayaq görüldü. Tamam. Yaxşı, Uğur neçə dəqiqə olubdu? 25. 25, tamam. Orada elə saxla. O tərəfdən də var.